Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Müğənni Aysun İsmailova sevgi qızı ilə şəkil paylaşım etdi. Müğənni rəsmi Instagram hesabında paylaşım edib və bu sözləri qeyd edib. Əgər qadın yalnızlıq çəkirsə, Allah ona qız evlad nasib edərmiş ki, bir-birini yoldaş olsunlar. Sevgim. Milli Məclisin sabiq sədri Rəsul Quliyevin ailə üzvləri 30 ildən sonra ilk dəfə Azərbaycana gəlib. Mətbuat az xəbər verir ki, bu barədə Gələcək Azərbaycan Partiyasının sədri ağası Şakiroğlu məlumat verib. Ailə üzvləri Fəxri Xiyabandoğlu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq Alim Zərifə xanım Əliyevanın və digər dövlət xadimlərinin Şəhidlər Xiyabanını ziyarət edib. Onlar azad olunmuş Qarabağ torpaqlarını ziyarət edəcək, digər tədbirlərdə iştirak edəcəklər. Məlum səfər ölkəmizdə 2020-ci ildə təməli qoyulmuş və artıq uzun illərdir davam edən sağlam iqtidar-müxalifət münasibətinin aparılan uğurlu siyasi dialoqun bariz nümunəsidir.